alçaqlıq da mənim əmrimə müxalif olan kimsələr üçündür. Günah elə bir şeydir ki, sahibini həlaka aparır. Həmçinin yaşadığı yer üçün də təhlükəlidir. Necə? Məşhur sahabələrdən olan İbn Məsud radiyallahu anh buyurur ki, İzə zəhərə zinə və ribə fi qariyyətin əzənəllahu fi hələkihə. O yerdə ki, zinakarlıq, sələmçilik çoxalarsa, o yerin məhv olmasına Allah subhanətə icazə verir. Və görürsünüz, özünüz şahidisiniz, Allah subhanətə nə qədər yerlərə bəla göndərir, zəlzələlər, daşqın, sel və s. Bu da insanların günahlarına görədir. Allah subhanətə Quran-ı Kərimdə buyurur ki, وَمَا أَصَابَكَ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Başınıza gələn hər bir müsibət öz əllərinizin qazandığı günahların ucbatındandır. Və çox şeylə sizə bağışlayır. Hələ Allah subhanətə çox şey bizə keçir. Əgər bizə keçməsəydi, bizi yer üzündən silərdi, məhv eləyərdi tamamilə. Və elə olur ki, insan günah eləyir, Allah Teala ona bəla göndərmir ilk anda. Və insan elə bilir ki, elə bu cürə də olmalıdır. Ancaq Allah Teala gec-tez ona bəla göndərəcəkdir. Necə ki, Quran-ı Kərimdə buyurur ki, Mən ya'məl su'ən yücrə bihi və lə yəcib ləhu min dunillahi vəliyyən və lə nasira. Pislik edən kəs onun cəzasını mütləq alacaqdır. Və o, Allahdan başqa özünə nə bir himayədər, nə də bir yardımcı tapar. Baxın, subhanallah, Quran-ı Kərimi açın, oxuyun. Quran-ı Kərim məhv olmuş qövmlərin hekayələri ilə doludur. Ad, Samud, Nuhun qövmü və s. doludur Quran-ı Kərim. Açın, oxuyun. Görün, Allah subhanətə günah elədiyinə görə nə qədər qövmləri yer üzündən tamamilə silmişdir. Və yaxud da baxın, iblis ibadəti ilə şərəflənmişdir, ucalmışdır. Allahın bir əmrinə asi olduğuna görə Allah subhanətə onu o izzət məkanından qovur və ona lənət edir, əbədi cəhənnəmlik edir. Və yaxud da baxın, Adəm əleyhissalam cənnətli idi. Bir qadağıya görə, bir qadağan olunmuş şeyi etdiyinə görə Allah subhanətə onu cənnətdən qovur. Cənnətdən qovur. Və yaxud da, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində deyir, qadın kişiyi götürür, bağlayır, ona nə yemək verir, nə içmək verir və o da acından, susuzluğundan ölür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o bu pişiyə görə cəhənnəmə gedir. Bir dənə heyvana əziyyət verdiyinə görə Allah subhanətə onu cəhənnəmlik elədir. Baxın, görün, Allah subhanətə necə şiddətli əzab verəndir. Ona görə Allahın əzabından qorxmaq lazımdır, günahlardan çəkinmək lazımdır. Həmçinin insan görürsən, deyir ki, elə deyir, kəməsəli qovmin, nəzəlu qatna vadin fəcədə əbudun və cədə əbud, həttə cəməu məən və cufihi xubzəhəm. Buyurur ki, kiçik edilən, davamlı olaraq edilən kiçik günahların məsəli bir vadidə toplaşıb, çörək pişirmək istəyənin bir qövmünə bənzəyir. O qövm ki, həriyə bir çörək gətirir və onlar çörək